Qaqaş, qollarım görsən nə bu dedi, qoyarım çənin aşacaq. Qaqaş, sənin qollarının yekə olmağı inan ki, boksda heç nəyi dəyişmir. Əgər düzgün texnika, zərbəndə güc yoxdursa, inan ki, sən heç kimsən. İstəsən şkaf yox, kamaz boyda ol. Başa düşdüyün məni? Ağıllı olmaq lazımdır, ağıllı. Davay, ged indi tay tuşunla oyna. Qaqaş, qaç o tərəfə, müəllimdən nə işin? Sağ ol canavarım, mənim tərəfimi saxlayırsan sən. Müəllim tərəf saxlamır. Keçən əvvəl öyrətdiyimiz kombinasiyaya görə rəqib mən aşırdıq. Normal blokda durmağı öyrədim də, blokda. Hə, sən rəqibi bloku deşdi, opşum çənəndən aşdı. Necə durmuşdu ki blokda? Dur görüm hələ. Belə durmuşdu. Hə, ay dimdi, əstağfurullah. Ağzımı da açdırsan, əlləri qaldır. Bu vəziyyətdə dayan, ay sağ ol. Sən bu vəziyyətdə dayansan, sən buralarından aşırılarda təbii ki də sən rəqib. Sən bilirsən də buralardan da nakauta düşmək olur, buradan da nakauta düşmək olur. Ona görə də necə dururuq? Həmişə rəqiblə qarşı-qarşıya dayananda çalış ki, yan dayanasan, yan. Bu vəziyyətdə dursan, sən rahat hədəfsən. Ona görə bu vəziyyətdə dayanmaq lazımdır. Əlləri qaldırsan, qoysan bura və daimi bax bunlar, dirsəklərin həmişə qabırğavın üstündə olur. Bax bu vəziyyətdə. Onu yaddan çıxarmırsan döyüşərkən. Və bir balaca yığılırsan, bir balaca, çox yox, çiyinlərini sıxmırsan. Əllər də burada, nəyə görə? Buralarda qoruyuruq və əlcəyin arasından həmişə rəqibi görürük. At sol düz zərbə, və görürsən, uklon eləyəndə belə əllərin buradadır. Sağ yandan zərbə at, yandan zərbə at. At da.